İntellektuallıq bundan ibarətdir ki, evdə xanım olaraq mən ailəmə və övladıma lazım olan diqqətə əsirgəmədən bu sistemdə məqsədlərimə doğru uğurla addımlayıram. Gəlir səviyyəmi artırmaq üçün bu biznesdə ikinci iş yeri olaraq fəaliyyətə başladım. Mənim üçün əsas faktorlardan biri odur ki, bu biznesdə çalışdığım qədər qazanmaq imkanım var. İşimin özelliği ondan ibarətdir ki, mən bu biznesi gələcək nəsillərə ötürmə imkanım var. Hal-hazırda mən övladlarım üçün sağlam və uzun ömürlü biznesin təməlini tuturam. Niye məhz bu biznes? Çünkü mekan ve zamandan asılı olmayarak işimi sadece smartfonla idare etmek imkanına sahibim. Fərqliliyi və yeniliyi sevən bir insan olaraq onu qeyd edim ki, dövlət və özəl sektorlarda olan standart işlərdən fərqli olaraq bu biznes mənə dünyanın bir çox ölkələrini şirkət hesabına gəzib görmə imkanı verir. Komandamızı vəzifəsindən və statusundan asılı olmayaraq real biznes qurmaq və özünü inkişaf etdirmək istəyən xanımları dəvət edirik.